Əziz izləyicilər, zəhmət olmasa videomuzu bəyənib kanalımıza abunə olmağı unutmayın. Bugünkü mövzumuz dünyasını dəyişmiş Lotu Qulinin qardaşı Namiq Səlifovdandır. Keçək əsas xəbərə. Namiq Səlifov kimdir? Namiq Nərimanoğlu Səlifov 1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. O, dünyasını dəyişmiş mərhum qanuni oğru Lotu Qulinin doğmaca qardaşıdır. Onlar Gürcüstanda dünyaya göz atsalar da sonradan Bakıya köçüblər, Bakıda yaşayıblar. Namiq Səlifov bir çox cinayətlərinə görə 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra sərbəst buraxılıb. 2013-cü il avqustun 14-də İstanbulda keçirilən Sxotkada qanuni oğru adını alıb. Lotu Quli dünyasını dəyişdikdən sonra onun yerinə qardaşı Namiq Səlifov təyin edilib. Hal-hazırda Qulinin nəzarəti altında olan hər bir şeyə Namiq Səlifov nəzarət edir. Xatırladaq ki, Nadir Səlifov, yəni dünyasını dəyişmiş Lotu Quli Türkiyədə öz mühafizətçisi Xan Bakinski tərəfindən güllələnərək öldürüldü. Namiq Səlifov hal-hazırda Türkiyədə yaşayır, azadlıqdadır. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.